Gördüyünüz kimi həmin bu yük avtomobilləri, yəni yük avtomobillərinə, tərəfimizdən reydlər keçilir yük avtomobillərinə qarşı, yəni iri qəbaətli və ağır çəkili yük avtomobillərinə qarşı. Yəni həmin avtomobillərə icazə verilmiş, Nazirlər Kabinetinə icazə verilmiş maksimal kütlələr var. Yəni 3 otun nəqliyyat vasitələri, 4 otun oxlara görə bunlara yük hesablanır. Gördüyünüz kimi hal-hazırda həmin bu avtomobil, yəni hadisə deyil, bu 190 reji 180 dövlət nömrə nişanlı Şadman markalı iri qəbaətli ağır çəkili nəqliyyat vasitələri tərəfimizdən saxlanılıb. Sürücü yoldaşı ona yəni müqabiliyyət göstərdi bizə qarşı, yəni sürücü yoldaşı ona poddeşka verirdi, ona görə də burada anlaşılmazlıq oldu. Nə məlumat? Demədiz, Kamazda nədir? Nədir, gediblər, yoxdur. Hara gediblər? Nə bilməm. Və solanın yerini bilən yoxdur axı, qardaş. Yəni bura gəlib buraxılıblar. Axı bura gəlmişlər. Gəliblər, deyəsən gediblər, bilmirəm. Özləri gəlmişlər, gətirmişlər. Mən bilmirəm, gəlmirəm, şimdi saat işə dəşmişəm. Keçid. Müsahibə götürdü. Onlar deyirlər ki, siz yolu kəsməyi cəhd eləmişsiniz. Yol kəsməmiş. Ondan maşını verin. Maşını verin, mən az qala onu vurum öldürmüşlər. O maşını verin mənim maşınım qabanı, mən də məcburam çıxartları çiçək göz. Bazılar bu yüzüşünü çağırandan sonra onlar üzrə gəliblər, öz maşınları götür maşını qabanı. Bizə şimdi yapmış. Nurbay, bax, bunların dərdi nədir sizdə? Dərdi nə bilim mən, dərdi özlərindən soruş da niyə saxladılar, get soruş. Özləri dərdlərini deyiblər. Nə deyiblər? Onlar deyir ki, siz onlara Deyirlər ki, anlaşılmazlıq olub, siz yükü çox vurursunuz. Onlar uca xəstəlik tapmışıq. Yolun ya, nə itaat eləmək? Xəstəlik tapmışıq, maşının qabağına soxulurlar. Özünüzdə bəraət qazandırmısınız? Demirsən, mənim yüküm qaydasındadır. Gəl çıx tərəziyə. Qaydasındadır da mənim. Gəl çıx bu tərəziyə. 100 dənə maşın gedir, birini saxlat da. Yük gözünə saxlat da. Çəkilməşdə maşın var. Maşını göstər, maşını göstər. Gör nə boyda yükü var. Qardaşda maşın var burada. Sakin maşın var. Bu falan kəsin maşınıdır, bu falan kəsin maşınıdır. Yox, bu çıxdı getdi axı, bəs indi necə olacaq? Necə olacaq? Qabaqki posta məruz olmayacaq. O necə çıxdı?